44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri olan Rəşad Kazımov 1989-cu ildə Füzulinin Bala Bəhmənli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Daha sonra isə müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirir. Ötən il sentyabrın 27-sində 2-ci Qarabağ döyüşləri başlayanda daim ön xəttdə olub. Rəşad Hadrut, Füzuli, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə böyük şücaət göstərir. Ən çətin döyüş tapşırıqlarını qorxmadan, şərəflə yerinə yetirir. Lazım olsa oğlumun olsun. Vətən, anadan da üstün vətəndir. Vətən varsa, anadır. Vətən bəli, bəli. Həmin vaxtı bu ortancıl oğlumda Qazaq istiqamətində o da döyüşdürdü. Rəşad Kazımov ötən il oktyabrın 25-də Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəli olan şəhidimizin bir oğlu və bir qızı var. Mən özüm də 20 yaşım olanda 1-ci Qarabağ döyüşlərinin iştirakçısı olmuşam, yaralanmışam. İndiki Hadrut rayonunun Məlikcan kəndində. İndi bizi almaq ora nəsib olmamışdı. O gəlib bugünkü nəsil mənim bacım oğlu şəhid Rəşad Kazımov nəsib oldu. Onları almaq, o torpaqlar almaq indiki nəslə nəsib oldu, indiki gənclərə nəsib oldu. Mənə ancaq məsləhət o idi ki, belə hərbidə işləməyi. Çünki vətənpərvərlik hissi var idi onda. Yəni mənə çox vaxt məsələn deyirdi ki, yəni hərbiçi ol, bir elə bir ailədə yəni 3 qardaşıq, ikimiz hərbiçi idik. Qəhrəman şəhidimiz ölümündən sonra Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə, Şuşanın azad olunmasına görə və Vətən uğrunda medalları ilə təltif edilib. Şamxal Cəliloğlu, Yusif Kərimli, Loğman İsmailov, Xəzər xəbər.